Qida Təhlükəsizliyi Agentliyi kasıb qəssabı bu cür görür. Bəs varlığını necə görür? Gəlin videoya baxaq. Gelmek ödememişim falan. Ne indiler gelmişsiniz? Həftədə bir dəfə dana kəsirik, ya da qoymadınız, imkan vermədiniz ki, danamızı İçəridəki ətlərin zəhmət olmasa sənədini təqdim edin. Baxa bilərəm? axırıncını kəsib gətirmişəm. Əti də götür apar, kəsim tarixinə bax. Bax mənim Hə. 117 kilo ət kəsim. Bəli, bax kəsim tarixinə də bax, bəli. Tamam. Gördüyünüz kimi əvvəlcədən təşkil olunan 2-3 televiziyanın, kamera, mikrofonlarının uzadıldığından, çəkilişdən, cərmələrdən, satışın zəifliyindən, eləcə də izdihamdan özünü itirən bu kasıb qəssab çox çarəsiz vəziyyətə düşüb. Bəlkə də kreditləri var, bəlkə də xəttəyə qədər borc içindədir. Yəqin arxasında məmuru cibində düşündüyünüz şeylər yoxdur. Amma mərdliyi göz önündədir. Açıb başqa nəsə demir. Sadəcə xahiş edir. Sizdən imdad gözləyir. İnsanı belə vəziyyətə gətirmək nə dərəcədə düzgündür? Əziz Qida Təhlükəsizliyi Agentliyi, niyə belə çəkilişləri nəhəng firmalarda etmirsiniz? Həm də dabaq xəstəliyi tüğyan edib kənd təsərrüfatını iflic etdiyi indiki məqamda. Niyə ayaq altında toyuq satılan, mənşəyi şübhə altında olan balıq, ət, toyuq, kalbasa və digər məhsulların satıldığı bazarlarda etmirsiniz? Niyə şəbəkə marketlərdə sizi bu formada görə bilmirik? Niyələr çoxdur. Hansısa məmura bağlı olar, yoxsa nə? Maraqlıdır. Onları necə görürsünüz?